Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 3 otaq əşyalı. Gəllə mənə. 3 otaq əşyalı. Bax, burada nə görürsən qalır. Bir dənə paltaryan xaldenk götürəcək. Evdə 2 dənə kondisioner var. Onun birinin əmi deyir ki, sən xətirvə saxlayacağam. Evin bir dənə kondisioneri qalacaq. Qalan nə əşya da var, hamısı qalacaq. Geniş kuxnadır. Gördünüz? Geniş kuxnamız. Qazı var, suyu var, işığı var. Şotçikləri var. Suyun şotçiki, qazın suyu, hamısının şotçiki var. Burada da geniş yataq otağımız var. Burada da nə görürsünüz qalır. Nə görürsünüz qalır. Bir dənə yeniden elektron əşya götürüləcək. 2 dənə kondisioner var. Birini saxlayır, birini götürür. Bax, bir burada da kondisioner. Baxın, Wi-Fi'miz da var. Bir də zaldadır. Zalda hansını istəsəz qala bilər, fərqi yoxdur. Burada da geniş belə bir zalımız var. Zalda da stoldur, mənim divandır. Bunlar hamısı qalır. Qiymət 54.000 manat. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Evin yerləşmə yeri Hökməli Qov yolunda, 140-ın yolunda, yola yaxın. Burada da hamam samuzelimiz. Burada da geniş koridorumuz. Koridor nə? Hə, yataq otağımız. Hə, istigic eləyim mən. Bax, qəşəng uzun koridorumuz var. Görürsünüz, bax, çox genişdir. Yəni, fikir verin, bir dənə bu qoyulub bura 60 santlıq. Hələ bir buradan burada bir 80 sant var. Koridorun uzunluğu çox enlidir. Qiymətinə görə də əla qiymətdən çıxıb sönünü göstərək. Həmin dediyim ev bu. Qəşəng həyətin, betonlu həyətin, suyun şotçiki, işığın şotçiki, qazın şotçiki. Burada yeganə yerdir ki, su yatırsan, daimi su. Hər gün su gəlir. Burada sənə ehtiyac yoxdur. Hər gün suyu gəlir. Padvalı var. Baxın, burada əl damcısı var. İstəsən quş da saxlaya bilərsən, toyuq da saxlaya bilərsən. Mənim hər şey var da bu evdə. Bir dənə qəşəng istini götür, əmi oğlu. Yəni qiymət həqiqətən yaxşı qiymətli. Yeganə yerdir ki, daimi suyu var buranın. Sağ olun.